Hər vaxtınız xeyir. Gəlin bir anlıq ətrafımızdakı texnologiyanı nəzər salaq. Əlimizdəki smartfonlar, masamızdakı kompüterlər, bütün bunların içində bizim üçün gecə-gündüz çalışan, amma heç vaxt fərqinə varmadığımız kiçik qəhrəmanlar var. Bugün onlardan ən əsaslarından biri olan diod haqqında danışacağıq. Heç düşünmüsünüzmü ki, bütün bu mürəkkəb cihazları işlədən, onların düzgün çalışmasını təmin edən o sehri toxunuş nədir? Bütün rəqəmsal dünyamızı mümkün edən bu kiçik, amma olduqca vacib elektron açarın adı nədir? Cavab çox sadədir. Diod. Diodu beyninizdə ən asan formada canlandırmaq üçün onu elektriyin tək istiqamətli küçəsi kimi düşünün. Cərəyan, yəni elektrik, bu küçəyə yalnız bir tərəfdən girə bilər, geriyə qayıtmaq isə qəti qadağandır. Bax, bu qədər bəsit bir qayda müasir texnologiyanın təməlini qurur. Yaxşı, bəs bu tək istiqamətli küçə, bu elektrik qapısı texniki olaraq necə işləyir? Bu sehrin arxasında nə dayanır? Gəlin indi biraz dərinə gedək və bu balaca komponentin içində nələr baş verdiyini anlayaq. Hər şeyin mərkəzində çox maraqlı bir quruluş dayanır. PN keçidi. Bu, diodun ürəyidir desək, heç də yanılmarıq. Bütün işi görən məhz bu mikroskopik sərhəddir. Deməli, təsəvvür edin ki, iki fərqli materialı bir-birinə yapışdırırıq. N-tip materialda sanki həddindən artıq çox sərbəst elektron var, yəni mənfi yüklər. P-tip materialda isə əksinə, elektronların yerləşə biləcəyi boş yerlər, yəni deşiklər var. Bunlar da müsbət yüklər kimi davranır. Bu iki materialı birləşdirən kimi təbiət öz işini görür. N-tipdəki artıq elektronlar dərhal P-tipdəki boş yerlərə doğru axın edir və onları doldurur. Bu birləşmənin baş verdiyi tam ortada isə heç bir yükün olmadığı neytral bir səth, yəni tükənmiş təbəqə yaranır. Bu təbəqə cəryanın qarşısını kəsən bir divar rolunu oynayır. Bax, bütün məsələ də bundadır. Biz bu divarı idarə edə bilirik. Əgər cərəyanın düz istiqamətdə axmasını istəyiriksə, yəni düz gərginliyi versək, bu divar nazikləşir və cərəyan rahatlıqla keçir. Sanki qapını açdıq. Yox, əgər gərginliyi tərs qoşsaq, yəni əks gərginliyi tətbiq etsək, o divar daha da qalınlaşır və cərəyanın qarşısını tamamilə kəsir. Vəssalam, qapı bağlandı. Gəlin indi əks vəziyyətə baxaq. Gərginliyi tərsinə çevirəndə nə olur? Sanki bir maqnitlə hər şeyi kənara çəkirik. Elektronlar da, boşluqlar da ortadakı sərhəddən uzaqlaşır. Nəticədə ortadakı o izolyasiya divarı daha da böyüyür və cərəyanın keçməsi demək olar ki, qeyri-mümkün olur. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Bəs bütün bu danışdıqlarımız sizin cibinizdəki telefonda, evinizdəki televizorda nə işə yarayır? İndi gəlin, diodların real dünyada həyatımızı necə dəyişdirdiyinə baxaq. Deməli, bu balaca komponentlər əslində nə işlər görür? Siyahı, inanın ki, çox uzundur. Onlar telefonunuzun adapterində dəyişən cəryanı düzləndirir, LED lampa kimi bizə işıq verir, hətta bahalı cihazlarınızı ani gərginlik dəyişikliklərindən belə qoruyur. Bu çoxyönlülük həqiqətən də heyrətamizdir. Ən klassik nümunəyə baxaq. Notebookunuzun enerji adapteri. Heç düşünmüsünüz o qutu nə işə yarayır? Rozetkadan gələn dəyişən cərəyan, yəni AC, gah irəli, gah geri axır. Amma sizin notebookunuza sabit bir istiqamətli cərəyan, yəni DC lazımdır. Məhz burada diodlar işə düşür. Onlar tək istiqamətli küçə qaydasını tətbiq edərək cərəyanın ancaq irəli axmasına icazə verir. Geri axının qarşısını kəsir. Nəticədə cihazınız üçün lazım olan sabit cərəyan yaranır. Amma bilin ki, diod deyəndə tək bir şeydən danışmırıq. Bu, hər bir üzvünün fərqli bir super gücü olan böyük bir ailədir. Gəlin indi bu ailənin bəzi maraqlı üzvləri ilə, yəni mütəxəssislərlə tanış olaq. Bu ailənin ulduzu ilə başlayaq. LED, yəni işıq saçan diod. Onu yəqin ki, hamınız tanıyırsınız. Onun super gücü nədir? Elektriki çox səmərəli şəkildə, demək olar ki, heç bir itki olmadan birbaşa işığa çevirmək. Məhz buna görə də evlərimizdəki lampalardan tutmuş nəhəng stadium monitorlarına qədər hər yerdə onlardır. İndi isə gəldik dövrənin mühafizəçisinə, Zener dioduna. Bu diod biraz üsyankardır. Çünki o, bilərəkdən qaydaları pozur və tərsinə işlər. Onun vəzifəsi gərginliyi sabit saxlamaqdır. Gərginlik təhlükəli həddə çatan kimi, Zener diodu artıq cəryanı öz üzərindən keçirərək dövrənin qalan hissəsini qoruyur. Əsl mühafizəçi. Və əlbəttə, müasir dünyada bizə sürət lazımdır. Həddindən artıq yüksək sürət. Səhnəyə ailənin sprinteri, Schottky diodu daxil olur.
O, fərqli materiallardan hazırlandığı üçün digərlərindən qat-qat sürətlə açıla və bağlana bilir. Bu xüsusiyyəti onu kompüterlərin enerji blokları kimi yüksək sürət tələb edən yerlərdə əvəzolunmaz edir. Gördüyünüz kimi, fərqli adları, fərqli super gücləri olsa da mahiyyət dəyişmir. Diod, elektrik üçün sadə bir, yalnız irəli qaydası qoyan bir klapandır. Bu qədər bəsit, amma bir o qədər də möhtəşəm bir prinsip. Yəni, bu kiçik komponent əslində nəhəng bir dünyanın təməldaşıdır. Bir düşünün, texnologiya günü-gündən kiçilir, sürətlənir. Bəs bu sadə tək istiqamətli qapı gələcəkdə bizim üçün daha hansı qapıları açacaq? Süni intellektdə, kvant hesablamalarında hansı yeni rollar oynayacaq? Bu sual əslində gələcəyin özü qədər həyəcan vericidir.